tövsiyə edirəm. Allah Taala inşallah bizi təqvalı bəndələrindən qərar versin. Necə ki, ayədə oxuyuruq, aqibət təqvalılarındır. Hər ibadətdə insanın təqvasına güc verən, qüvvət verən bir hissə var, bir ruh var. O insan ki, ibadətdən ayrılır, o həmin təqvası da azalmağa başlayır. Biz bunu bəlkə daha əvvəllər qeyd eləmişdik. Bildiyimiz kimi artıq Zilqədə ayının son günləridir. Qarşıdan Zilhiccə ayı gəlir. Zilhiccə ayı bizim İslam dinində böyük bir ibadətin ayıdır, həcc ayıdır, həcc mövsümüdür və inşallah ki, mən bildiyim qədər bu həftə sonu artıq hacılar həcc səfərinə yola düşürlər və həcc ibadəti xüsusi bir ibadətlərdən hesab olunur. Quran-ı Kərimdə Allah Taala bir surənin adını Həcc surəsi qərar verib. Quran-ı Kərimin 22-ci surəsi Həcc surəsidir. Çox maraqlıdır ki, namaz surəsi yoxdur. Oruc, xums, zəkat, həcc, cihad surələri yoxdur. Amma Həcc surəsi var. Quran-ı Kərimin 22-ci surəsi Həcc surəsidir. Allah Taala inşallah sizlərə və bütün arzu eləyənlərə gözəl, müqəddəs ibadəti nəsib etsin inşallah. Həccin vacib olması barəsində olan ayələrdən Quran-ı Kərimdə ilk olaraq Ali İmran surəsini nümunə olaraq göstərmək istəyirəm. Allah Taala buyurur ki: "Vəlillahi alən-nasi hiccul beyt." İnsanlara Allaha görə həcc ziyarətini yerinə yetirmək vacibdir. Hansı xüsusiyyətlərə görə? Mən istəta ileyhi səbilə. Hər kəsin ki, buna gücü, qüdrəti çatsın. Yəni, düzdür, bugünkü dövrümüzdə həcc ziyarəti dediyimiz zaman ilk öncə insanın fikrinə o həmin məbləğ gəlir ki, gərək o pul olsun həccə getmək üçün. Amma təkcə o pul deyil. Təkcə o pul deyil. Düzdür, o şərtlərdən biri odur. Amma təkcə o deyil. Onunla bərabər insan həccin mahiyyətini bilməlidir. Həccin əməlləri barəsində düşünməlidir. Və ən azı budur ki, getdiyi səfər barəsində məlumatlı olmalıdır ki, tam o həmin əməlləri yerinə yetirəndə onun üçün daha asan və daha rahat olsun. Və bu həmin ayədə Allah Taala həccin vacib olması barəsində olan ayələrdən biri kimi buyurur və daha sonra başqa bir ayədə Allah Taala buyurur. Əl-həccu əşhurun məlumət. Həcc ayı məlum olan aylardır. Biz bilirik ki, həcc ayı Zilhiccə ayıdır və həcc ayı, həcc əməlləri tamamlanır Qurban bayramı ilə. Qurban bayramı ilə artıq həcc əməlləri demək olar ki, yekunlaşır, tamamlanır. Və Allah Taala Bəqərə surəsinin 197-ci ayəsində buyurur ki: Əl-həccu əşhurun məlumət. Həcc ayları məlum aylardır. Fəmən fərəzə fihinnəl həcc. Sizlərdən hər kəsə ki, həcc ziyarəti vacib olsa, fələ rafəsə və lə fusuqə və lə cidələ fil həcc. Həccin bir neçə əməlləri var. Həccin bir neçə əməlləri var. Onlardan biri budur ki, insan öz libasını dəyişir. İnsan öz libasını dəyişir, iki ehram bağlayır. Ehram giyinir. Ehram sözü haram sözünün cəmidir. Ehram sözü, düzdür, ona, o paltara, o həmin qiyafəyə ehram deyirlər. Amma ehram sözünün mənası haramlar deməkdir. Ne üçün haramlar deməkdir? Kəbə evinə Məscidül Həram deyirlər. Ne üçün Məscidül Həram deyirlər? Məscidül Həram ne üçün deyirlər ora? Başqa məscidlərdə halal olanlar Kəbə evində haramdır. Başqa məscidlərdə halal olan nədir? Başqa məscidlərdə, məsəl üçün, insan qüsurlu halda bir qapıdan girib, digər qapıdan çıxa bilər. Amma Kəbə evində bu olmaz. Kəbə evində olmaz. Məscidül Həram. Və o cümlədən insanın həcc
libasına, həc paltarına bu cür deyək, ehram deyirlər. Ehram yəni haramlar. Namaz qılırıq. Birinci təkbirimiz təkbirətul ehramdır. Birinci təkbir. Təkbirətul niyyətdən sonraki Allahu Əkbər deyirik. Təkbirətul ehramdır. Nə üçün təkbirətul ehram deyirlər buna? Deyir, halalları haram edən təkbirdir. Namazdan əvvəl yemək yeyə bilərdin, danışa bilərdin, gülə bilərdin, söhbət eləyə bilərdin və s. Amma bu təkbiri deyəndən sonra onları edə bilmirsən. Namaz pozulur. Və həmçinin həc pozular. Həc əməli batil olar. İnsan bunları etsə. İmam Muhammed Təqi əleyhissalamın qarşıdan şəhadət günü gəlir. İndi şənbə günü inşallah sabahki gün Nərman məscidində bizim məclisimiz olacaq. İmamın şəhadəti ilə bağlı axşam namazından sonra xəlifə Məmun İmam Muhammed Təqi əleyhissalamdan qızını evləndirir. Qızını evləndirir və Məmunun əsl nəsəbi Abbasilər idi. Onlar narazı idilər ki, sən nə üçün əli övladları ilə qohum olursan? O, İmam Muhammed Təqi əleyhissalamın elmini göstərmək üçün onlara Yəhya ibn Əksəm var idi. O dövrün alimlərindən biri idi. Yəhya ibn Əksəmi çağırır. Deyir Yəhya ibn Əksəmə ki, İmam Muhammed Təqiyə suallar verginə. İmam da cavan oğlandır bu cürlə. Deyir imama suallar verginə, qoy cəmaat onun alim olmasını görsünlər. Yəhya ibn Əksəm İmam Muhammed Təqiyə sual verir ki, əgər bir nəfər həcdə ov edərsə, onun hökmü nədir? Sual budur. Həcdə ov edərsə, onun hökmü nədir? İmam Muhammed Təqi əleyhissalam buyurur ki, o insan azad idi, qul idi. Ehramda idi ya ehramdan çıxmışdı. Məscid-ül Həramın həyətində idi ya Məscid-ül Həramdan çıxmışdı. O etdiyi uçan quşlardan idi, yaxud yerdə gəzənlərdən idi. Bilərəkdən edib, səhvən edib. Yəni, bilirdi ki, ov etmək olmaz, ya bilmirdi. İmam neçə dənə sual sayır. Yəhya ibn Əksəm deyir ki, o alimdir. Mən bir sual verdim, amma o sualdan gör neçə sual çıxartdı. Və İmam Muhammed Təqi əleyhissalamın kəlamından görürük ki, həqiqətən həc ayini, həc ibadəti ən böyük və məsuliyyətli ibadətlərdən biridir. Ən böyük və ən məsuliyyətli ibadətlərdən biridir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, hər kəsə ki, o ziyarət vacibdirsə, yəni ehram giyinibsə, günah edə bilməz, döyüşə bilməz, dava eləyə bilməz. Fil həc, həcdə və mə təfəlunə min xeyrin yələmuhullah. Siz hər hansısa bir xeyir əməli edirsinizsə, Allah Teala ondan xəbərdardır. Allah onu bilir. Fə innə xeyrə zat. Allah Teala buyurur ki, və təzəvvədu. Özünüz üçün azuqə toplayın. Özünüz üçün azuqə toplayın. Fə innə xeyrə zat. Ət-təqva. Ən gözəl azuqə təqvadır. Ən gözəl azuqə günahdan çəkinməkdir. Ən gözəl azuqə budur. Vəttəquni yə ulil əlbəb. Allah Teala buyurur ki, təqvalı olun, ey ağıl sahibləri. Bəli, Kəbə evinin ziyarəti ilə başlayır həcc əməlləri ki, Kəbə evinin sərhədlərində, Məkkə şəhərinin sərhədlərindən artıq ehram giyinib, təlbiyə deyilir. Təlbiyə yəni Allahümmə ləbbeyk, ləbbeyk, Allahım, mən hazıram, mən gəlmişəm. Ləbbeykə la şərikə ləkə ləbbeyk. Sənin şərikin yoxdur, mən hazıram, mən gəlmişəm. İnnəl həmdə və nimətə və ləkəl mulk lə şərikə ləkə ləbbeyk. Bu həmin təlbiyəni deyə ehram halında hacılar artıq hərəkət etməyə başlayırlar və İmam Muhammed Baqir əleyhissalamın zamanında biz bilirik ki, imamlar ibadətə diqqət etməyi insanlara sövq edirdilər. Yəni, yerinə yetirməyi hamımız yerinə yetiririk. Amma ibadətdə təfəkkür, ibadətdə diqqət. Bir nəfər İmam Muhammed Baqirin yanında ehram bağlayıb, görür, imam da ehram bağlayıb, imama deyir ki, imam,
Bəs təlbiyə deməyəcəksiniz, ləbbeyk deməyəcəksiniz. İmam deyir ki, ləbbeyk deyərəm, amma narahatam. İmam ona başa salır. Dedi, narahatam. Dedi, nədən narahatsan? Dedi, mən deyərəm ləbbeyk. Ses gələr ki, ləbbeyk. Hazır deyirsən. Hazır deyirsən. İmam başa salır ki, yəni təkcə ehram bağlayıb, ləbbeyk deməklə deyil, insan etdiyi ibadətin məsuliyyətini dərk eləməlidir, başa düşməlidir, anlamalıdır və həmçinin hacılar bu həmin təlbiyəni deyəndən sonra qiyabi olsa da sizi o həmin mübarək ziyarət barəsində məlumatlandırım ki, Allah Teala Quran-ı Kərimdə buyurur, o həmin Kəbə evinin ziyarətidir. Kəbə evi böyük, müqəddəs, mübarək və yer üzündə ilk bina olunan evdir. Allah Teala buyurur ki, İnnə əvvələ beytin vudiyə linnəs. İnsanlar üçün yer üzündə ilk bina olunan, ilk inşa olunan, ilk tikili Ləl-ləzi bi Bəkkətin mübarəkən. O Kəbə evidir ki, bərəkətli bir yerdir. Və hudən və hidayət yeridir ora. Lil-ələmin, bütün dünyada olanlar üçün ora hidayət yeridir. Bəs Allah Teala buyurur ki, fihi əyətun, orada nişanələr var. Orada nişanələr var, orada əlamətlər var. Nədir nişanələr? Nədir əlamətlər? Fihi əyətun beyinətun məqam İbrahim. İbrahimin ayaq izi var orada. Bəzilərinin xoşu gəlməsə də İbrahim əleyhissalamın ayaq izi var. Onlar deyərlər ki, şirkdir o. Əgər Quran-ı Kərimdə ayəsi olmasaydı, deyərdilər ki, şirkdir o. Bu cür deyərdilər. Allah Teala buyurur, İbrahim Peyğəmbərin məqamı var orada. وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا. Hər kəs ora daxil olsa amandadır. İnsan ehram halında, Məscid-ül Həramda olduğu zaman ağcaqanatı öldürə bilməz, qarışqanı öldürə bilməz, hətta yerdən otu dərə bilməz. Mən dəxələhu kana aminən. Hər kəs ki, ora daxil olsa amandadır və Allah Teala həmin bu ayələrlə bir neçə məsələlərə işarə edir və həmin Kəbə evinin ziyarəti Şeyx Səduq böyük alimlərimizdən İləl-Şərai kitabında qeyd edir ki, Adəm əleyhissalamın zamanından qalıb və daha sonra İbrahim əleyhissalamın həyatında baş vermiş hadisələri Allah Teala din və şəriət olaraq o həmin həccin ayinlərinə əlavə edib və inşallah Allah Teala'dan duamız budur ki, Allah Teala hacıların ziyarətlərini qəbul etsin, yollarını salamat etsin, sizlərə və bütün arzu edənlərə bu gözəl, müqəddəs məkanın ziyarətini mərifətlə nəsib etsin inşallah.